Salam değerli əziz izləyicilərimiz. Bugünlər Binəqə qəsəbəsində Savxoz ərazisində sizin 2 sot yarımda mansarlı bir evin çəkilişinə gəlmişik. Şəxsi yaşayışlı evdir değerli dostlar. Həyətində belə bir bisetkası var. Oturmaq üçün əlavə olaraq ayaq yolusu da var orada. Değerli dostlar. Gaz, ışık, suyumuz quyu suyudur 24 saat. İnşallah evin bu yan tarafında kombi otağıdır değerli dostlar. Amma mansarımız təmirsizdir dostlar. Evin özü təmirlidir. Buranı açılmır elə bura. Bu qalsın. Kombi otağıdır dostlar. Keçən indi evin içinə tanış edeyim. Girişdə belə bir koridorumuz. Mansara çıxmaq üçün yer buradandır. Bu mansarımız təmirsizdir. Burada ise əlavə olarak böyle bir koridordur. Evimizden içine daxil oluruq. İnşallah girişdə böyle bir koridorumuz. Koridor proyektli evdir dostlar. Burada sol tərəfdə bizim mətbəximizdir. Qiyməti çox münasib qiymətə deyilir dostlar. Bu hissədə bizim qonaq otağımızdır. Değerli dostlar. Burada bir yatak otağıdır. Bu bizim ikinci yatak otağıdır. Ve burada bizim sanuzelimiz değerli izleyicilerimiz. Değerli izleyicilerimiz, evimizin qiyməti 58 minə. Təcili satılır, əlim yanında. Binəqə qəsəbəsində Savxoz arasında Pekkalin tərəfdədir dostlar. Çörək zavodun yanında. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun. Salam değerli əziz izləyicilərimiz. Bugünlər Binəqə qəsəbəsində Savxoz ərazisində sizin 2 sot yarımda mansarlı bir evin çəkilişinə gəlmişik. Şəxsi yaşayışlı evdir değerli dostlar. Həyətində belə bir bisetkası var. Oturmaq üçün əlavə olaraq ayaq yolusu da var orada. Değerli dostlar. Gaz, ışık, suyumuz quyu suyudur 24 saat. İnşallah evin bu yan tarafında kombi otağıdır değerli dostlar. Amma mansarımız təmirsizdir dostlar. Evin özü təmirlidir. Buranı açılmır elə bura. Bu qalsın. Kombi otağıdır dostlar. Keçən indi evin içinə tanış edeyim. Girişdə belə bir koridorumuz. Mansara çıxmaq üçün yer buradandır. Bu mansarımız təmirsizdir. Burada ise əlavə olarak böyle bir koridordur. Evimizden içine daxil oluruq. İnşallah girişdə böyle bir koridorumuz. Koridor proyektli evdir dostlar. Burada sol tərəfdə bizim mətbəximizdir. Qiyməti çox münasib qiymətə deyilir dostlar. Bu hissədə bizim qonaq otağımızdır. Değerli dostlar. Burada bir yatak otağıdır. Bu bizim ikinci yatak otağıdır. Ve burada bizim sanuzelimiz değerli izleyicilerimiz. Değerli izleyicilerimiz, evimizin qiyməti 58 minə. Təcili satılır, əlim yanında. Binəqə qəsəbəsində Savxoz arasında Pekkalin tərəfdədir dostlar. Çörək zavodun yanında. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.